Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə evdəki ərzaqlarla hazırlaya biləcəyiniz, qəlib olmadan forma verəcəyiniz ləzzətli peçenya resepti paylaşacağım. Xəmirini hazırlamaq üçün yoğurma qabına 2 yumurta və 1 paket vanil əlavə etdim. Üzərinə 1 stəkan şəkər tozu, 1 stəkan dur yağ əlavə edərək çırpıcı ilə qarışdırıram. Yumurta tamamilə həll olub, belə bir qatı məhlul əldə etdikdə üzərinə 2 stəkan un, unun üzərinə 1 paket qabartma tozu əlavə edib spatula ilə qarışdırıram. Bu arada dəyərli izləyicilər, videonu bəyənib, paylaşıb dəstək üçün rəy yazmağı da unutmayın. Abunə olaraq da qoyduğum videolardan hər zaman xəbərdar ola bilərsiniz. Kütlənin üzərinə 1 stəkan daha un əlavə etdim, təkrardan qarışdırdım. Ələ yapışmayan yumuşaq bir xəmir əldə olunmalıdır. Qoyduğum videolardan hazırladığınız təyyamların şəklini çəkərək Instagramdan mənə göndərə bilərsiniz. Çox məmnuniyyətlə paylaşaram səhifəmdə. Ələ yapışmayan belə bir yumuşaq xəmir əldə etdim. Xəmirin formasını da təkrar sizə göstərim. Qurabiyə xəmirindən biraz daha yumuşaqdır və bir qədər də elastikdir. Xəmiri heç gözlətmədən qozdan da kiçik ölçülərdə qopardıb əlimlə dairəvi şəkildə yumrulayıram. Xəmir bitənə qədər eyni ölçüdə dairələr hazırladım və hazırladığım xəmiri heç pozmadan bu formada şəkər tozuna üst hissəsini buladım. Qeyd edim ki, verdiyim reseptə əsasən təxminən 50-dən çox peçenya alındı. Bu sizin şəriklərinizin böyüklüyünə, kiçikliyinə asılı olaraq da dəyişə bilər. 2 soba listi peçenya alınacağı üçün mən əvvəlcə yarısını, daha sonra qalan xəmiri hazırlayaraq bişirdim. Forma vermək üçün isə xəmir kəsənin iti hissəsi ilə bu şəkildə üstünü kəsirəm və paxlava görünüşü əldə etdim. Təkrardan göstərim, xəmir kəsən ilə 5 ədəd şaquli, 5 ədəd isə yanaq olmaqla xətlər çəkdim. Formanı siz bıçaqla da hazırlaya bilərsiniz. İstərsəniz fərqli şəkildə də formalar vermək mümkündür. Amma bu şəkildə çox gözəl görünüşü olur. Aralıqlı məsafələrdə yığdım və əvvəlcədən qızdırdığım 150 dərəcəli sobada alt-üst rejimdə bişirirəm. Altı qızarıb, kənar hissələri xəfif rəngini dəyişəndə artıq hazırdır. Üzərini qızartmağa ehtiyac yoxdur. Əgər üstü qızarsa peçenyeləriniz bərk olacaq. Çox dadlı olur. Görünüşü də superdir. Bir daha göstərim. Çox qabarmır, amma biraz iri formada olur. Ona görə də peçenyeləri soba listinə düzərkən çox yanaşı qoymayın. Bir-birinə şişərək yapışa bilər. İçərisi də göz-gözdür. Bölərək sizə göstərim. Digər peçenyelər kimi çox ovulmur, amma yumuşaq və ağızda dağılandır. Bu qədər dəyərli izləyicilər, mütləq siz də hazırlayın. Çox dadlıdır, həm də bərəkətlidir. Ləzzətinə isə söz yox. Çox az ərzaqla hazırlandığı üçün inşallah siz də hazırlayıb nəticəni mənimlə rəylər bölməsində bölüşərsiniz. Hətta şəkillərini Instagram adresimdə də gözləyəcəm. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allah'a əmanət olun.